Sizə ölkəmizin uşaqlarının vəziyyəti ilə bağlı tam, obyektiv və bir qədər də həyasız bir illik hesabat təqdim etmək istəyirəm. Baxın, sizin gələcəyinizi məhv etmək üçün nə qədər zəhmət çəkirəm. Bildiyiniz kimi, Azərbaycanda böyük neft gəlirləri var. Sən demə, bu sərvət bizdə hamıya çatmalıdır. Amma bu gic-gic fikirləri beyninizdən çıxardın. Bir çox ailə bədbəxtlik içində yaşayır və uşaqlarının gündəlik rifahını təmin etmək üçün qul kimi işləyir. Əlbəttə, əgər iş tapsa. Sağlamlıq sayəsində isə vəziyyət daha dəhşətlidir. Azərbaycanda uşaqlar tibbi avadanlıq və infrastruktur çatışmazlığından əziyyət çəkir. Genofondunuzu sistematik məhv edirəm. A vitamini çatışmazlığı hər il təxminən 20 min uşağı zehni sağlamlıq problemləri ilə dünyaya gətirir. Peyvəndlər sanitar normalara uyğun saxlanmadığı üçün uşaqlar müxtəlif xəstəliklərə yoluxurlar. Az təminatlı ailələrin müalicəyə çıxışı məhdudlaşdırmışam və normal qida təmin etmək biraz kosmik missiya kimi görünür. Nəticədə körpələrin təxminən 10%-i az çəki ilə doğulur. Sizə belə də lazımdır. Valideyn himayəsindən məhrum uşaqlar məsələsinə gəldikdə isə rəsmi statistikaya görə internat müəssisələrində və uşaq evlərində 1459 uşaq var. Amma əlbəttə, rəsmi qeydiyyatdan kənarda daha çox, təxminən 20 min uşaq var. Bəzilərinin valideynləri sağdır, amma onları elə bədbəxt etmişəm ki, uşaqları sosial yetim vəziyyətindədirlər. Dövlət himayəsində olan uşaqlar emosional və fiziki zorakılığa, bəzən isə cinsi istismara məruz qalırlar. Təhsil və səhiyyə xidmətlərinə çıxışları isə mənim əsl əyləncəmdir. Tapa bilən tapır, tapa bilməyən isə ölsün. Təhsil sayəsində vəziyyət də mənim üçün kefdir. Uşaqların 1/4 məktəbə getmir. Çünki gizli xərclər, iqtisadi qeyri-stabillik və bəzən də valideynlərin ehtiyacı uşaqları məktəbə getməkdən alıblar. Məktəblərdə dərslik çatışmazlığı, yararsız binalar və ixtisası olmayan müəllimlər. Cinsi zorakılıq halları isə artmaqda davam edir. Uşaqlar cinsi istismara, insan alveri və şəbəkələrinə cəlb olunur. Biz bu işi genişləndirmək üçün əlimizdə olan bütün imkanlardan istifadə edərik. Əslində, turizm yönümlü iqtisadiyyat modelimiz də bu məqsədə xidmət edir. Nəticə olaraq, əziz vətəndaşlar, gələcəyinizin içinə zad etmişəm. Azərbaycanın sərvətləri sizin uşaqlarınıza aid deyil, mənim uşaqlarım üçündür. İndi acqarına çalın, oynayın. Yeni ilimiz mübarək. Azərbaycanda yox etməkdə olduğumuz yerli xalqlara müraciət. Hamınız bilirsiniz ki, Əliyevlər hakimiyyətinin Azərbaycanda qüdrətə çatmasında biz Paşayevlərin, xüsusən mən, Mehriban Əliyevanın müstəsna rolu var. Məni zəmanənin diplomat qadını olaraq Sarı Xatuna bənzədə bilərsiniz. Ərim İlhamım Anglosakslarla ittifaq halında ikən mən vitse-prezident səlahiyyətlərimdən sui-istifadə edərək Katolik Vatikan papası ilə ittifaqımı gücləndirmişəm. Bu səbəbdən Azərbaycanda paralel qüdrətə çatmaq üçün siz yerli xalqları zəif salmağa üstünlük vermişəm. Hər hansı bir mədəniyyəti məhv etmək istəyirsinizsə, 3 yol var. Ailəni məhv etmək, təhsili məhv etmək və nümunəvi şəxsləri alçaltmaq. Ailəni məhv etmək üçün ananın rolunu azaltmalı, onu evdar qadın statusundan utanmağa məcbur etməlisiniz. Təhsili məhv etmək üçün müəllimə qarşı çıxmalı, onu cəmiyyətdə əhəmiyyətsiz hala salmalı, tələbələrinin onu hörmətsizlik etməsinə qədər alçaltmalısınız. Nümunəvi şəxsləri məhv etmək üçün alim və düşünənlərə hücum etməli, onların şərəfini ləkələməli, onların etibarını şübhə altına almaq və heç kimin onları dinləməməsi və onlara tabe olmaması üçün onları aşağılamalısınız. Əgər diqqətli ana yox oldu, sadiq müəllim yox oldu və nümunəvi şəxslər alçaldıldısa, o zaman dəyərlər əsasında gəncləri kim tərbiyə edəcək? Bu səbəbdən qadınları ailədən almaq üçün qızlarım, sərvətlərinizi öz keyf məclislərində talayarkən mən fəhişəxanalar açaraq xaricdən gələnlərə sizin qız və qadınlarınızla keyf məclisləri verib onların da dəstəyini ardıma almışam. Əvəzində həmən qadınlar milli mənəvi dəyərlərdən uzaq düşüblər. Atam Arif Paşayevlə yaltaq və xain ziyalıları önə çəkərək Nəsimi, Nizami, Füzuli kimi şəxsiyyətləri meydandan rədd etmişik.
Universitetlərə növbəti ilin payızında qəbul olmaq istəyənlərdən ilin başlanğıcına qədər rüşvət verənləri irəli sürərək təhsil sistemini biliklilərdən deyil, sərsərilərdən qərar vermişik. Artıq güc sahibiyik. Xalqı o qədər günaha sürükləmişik ki, Allah belə öz qanunlarına görə onlara yardım etmir. Biz ailəlikcə necə əyyaş, pozğun bir ailə isək, milləti də narkotik və pozğun televiziya ilə özümüzü oxşatmışıq. Neçə deyir sizin Quran, xalq hakiminə layiqdir. Hə, ölkənin bizə görə təhlükəsizliyini təmin etmək üçün təhvil verdiyimiz cuhud qudalarımızda bütün baş bilən qeyrətli kişilərinizi zindana atıb. İndi xanımlara da növbə çatıb. Biz tək bütüblü dünyanın, Amerika Siyonist idarəçiliyinin tərəfindəyik. Ya bizə qul olarsınız, ya yox olarsınız. Yeni ildə yeni günümüz mübarək.